İzləyicilər, mən Firuzə müəlliməm. Bu gündən etibarən riyaziyyat fənni üzrə buraxılış və blok imtahanlarında, həmçinin informatika fənni üzrə blok imtahanında istifadə olunmuş sualların izahlarını sizinlə paylaşacağam. Hal-hazırda gördüyünüz suallar 9-cu sinifdə istifadə olunan suallardır. Gəlin izahlarına baxaq. Birinci sual. Verilmiş ədədlərdən neçəsi sadədir? Əvvəlcə xatırlayaq qaydanı ki, sadə ədədlər nə idi? 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər idi. Deməli, 1-ə və özünə bölünən ədədlər sadə ədədlər idi. Bəs mürəkkəb ədədlər nə idi? Mürəkkəb ədədlər 2-dən artıq bölənə olan ədədlər idi. Artıq bölənə olanlar. Baxaq indi. 2. 2-ni neçə vur neçə kimi yaza bilərik? Ancaq 1 vur 2-dir da 2, eləmi? Ona görə 2 sadə ədəddir. 9, 9, 1, vur 3, vur 3 kimi yaza bilərik. 2-dən artıq olduğuna görə bu mürəkkəb ədəd olacaq. 29, 29 da 1 vur 29 olduğuna görə sadə ədəddir. Sonra 13, 13, 1 vur 13 kimi göstərə bilirik deyə. Bu da sadə ədəddir. 1, 1 nə sadə deyil, nə də mürəkkəb deyil. 1 yeganə ədəddir ki, nə sadə deyil, nə də mürəkkəb. Mürəkkəb. Bunu da qayda kimi yadınızda saxlayın. Sonra 21. 21, 3 vur 7-dir. Həmçində 1 vur 21-dir. Ona görə bu da mürəkkəb ədəddir. 17, 1 vur 17 olduğuna görə bu da sadə ədəd hesab olunur. Deməli, neçə dənə oldu sadə ədədimiz? 2, 29, 13 və 17 oldu 4 dənə. Cavab olacaq 4. İkinci sual. Əbub və Əçobun cəmini istəyir bizdən. Baxaq. İkinci sual. Əbub və Əçobun tapılmasının bir neçə yolu var. Mən ilk öncə bunları sizə sadə, yəni məktəb kitabında ilk dəfə dediyimiz yolla izah edəcəm. Ondan sonra ortaq vuruq çıxartmaq yolu ilə də, yəni izah edəcəm bunu sizə. Birinci, bu ədədlərin əbab və əkoblarını tapaq. İlk öncə, ilk qayda bilirik ki, sadə vuruqlara ayırmalıyıq hər iki vuruqları. 20, 20-ni 2-yə bölürəm 10, 12-yə bölərəm 5, 5-i də 5-ə bölərəm 1. 60-ı sadə vuruqlara ayırsam 2-yə bölərəm 30, 2-yə bölərəm 15, 3-ə bölərəm 5, 5-ə bölərəm 1. Deməli, sadə vuruqlarımız oldu bunlar. İndi, əbob nə idi? Əbob hər ikisində olan vuruqlar idi. Bunu deməli 40-ı belə yaza bilərik. Vuruqların hasil kimi yazsaq. 2 üstü 3. Niyə 3 yazırıq? Çünki 2-dən 3 dənədir. Ona görə 2 üstü 3 kimi yazırıq. Vur 5. 60-ı yazsaq, 60 olacaq 2 üstü 2, vur 3, vur 5. Əbob nə idi? Əbob hər ikisində olan vuruqları götürmək idi. Yəni, hər ikisində bölünən ədədlər. Burada deməli, 2, baxın, ortaqdır. Bu 2-lər də ortaqdır. Bir də 5-lər ortaqdır. Yəni, ortaq nə oldu? 2, vur 2, vur 5. 2, vur 2, vur 5. Elədi 20. Deməli, əbobumuzu tapdıq ki, 20-dir. Və yaxud da burada vuruqların içindən də baxa bilərsiniz. Necə götürəcəyik vuruqların içindən? Yəni, hansı vuruq? Məsələn, burada 40-ın vuruqlarında 3 dənə 2 var, 60-ın vuruqlarında 2 dənə 2 var. Əbobu axtarırıqsa, az olanı götürürük, 2 dənə 2-ni götürürük. Sonra ortaq bir də burada 5 olduğuna görə vururuq 5-ə. Yenə eyni cavab verir, yenə olur 20. Yəni, belə də yaza bilərik. Daha sonra əkoblarını tapsaq, əkob olanda nə edirdik? Demişdik ki, birində olan vuruqları düzürdük. 60-da olanları düzürəm. 2 vur 2, vur 3, vur 5. Digərində isə artıq olanı, əlavə olanı gətirirdik yanına. Burada da əlavə bir dənə 2 var. Bu da olacaq 60 vur 2, olur 120. Deməli, bunların əkobları da oldu 120.
İndi bizdən nə istəyir? Əbobla əçobun cəmini istəyir. 20 üstə girək 120. Bu da olacaq 140. Deməli, cavab oldu 140. Bir də bunu başqa bir yolla necə eləmək olar? Onu da göstərim sizə. Ortaq vuruq çıxartmaqla. Bilirik ki, əbob K vur A və KB olanda, yəni ortaq vuruq olanda burada K-nı mötərizə xaricdən çıxarda bilirdik. Elə əbob AB-yə bərabər olurdu. Həmçinin bu əçob üçün də keçərlidir bu düstur. Əçob KA və KB olarsa, onda K-nı yenə çıxardardıq əçobun kənarına və əçob AB kimi yazardıq. Yəni bu düsturlar bizim əlimizdə var. Bunları eləyə bilərik. İndi bu düsturları tətbiq eləsək, əbob 40, 60. 40 ilə 60-ın hər ikisinə ortaq vuruq nə olar? 20. 20-ni çıxartdım. Yerdə nə qaldı? Əbob 2, 3. 2 ilə 3 nə cür ədədlərdir? Ardıcıl natural ədədlərdir. Bəs yaxşı, ardıcıl natural ədədlər haqqında nə demişdik? Demişdik ki, bu ədədlər qarşılıqlı sadə ədədlərdir və bunların əbobu 1-ə bərabərdir. Ona görə olur 20 vur 1 bərabərdir 20. Yəni gördünüz, yenə əbobu 20 tapdıq. Sonra indi əçoba tətbiq eləyək. Əçob 40, 60 yenə. Yenə 20-ni çıxardıram. Qalır əçob 2, 3. 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir və biz də demişik ki, qarşılıqlı sadə ədədlərin əçobu hasillərinə bərabərdir. Olur 6. Bu da olur 20 vur 6. Bu da eləyir 120. 20-nin də üstünə 120 gələndə yenə də oldu 140. İndi edirəm ki, aydın oldu hər iki. Sonra 3-cü sual. Ədədi 15-ə böldükdə natamam qismətdə 4, qalıqda 3 alınır. Bu ədədi tapın. Deməli, biz birinci qalıqlı bölməyə baxaq. Tutaq ki, B ədədini A ədədinə bölmüşük. C qalıq qalıb. D də, daha doğrusu C natamam qismətdə, D də qalıqdır. Onda nə edirdik? Deməli, B burada bölünən idi. B bölünən, daha sonra A bölən, C natamam qismət, D də qalıqdır. Onda biz bölünəni tapmaq üçün nə edirdik? Bölünən bərabər olurdu. Bölən vur natamam qismət. Natamam qismət. Üstəcər qalıq. Deməli, bölünən bərabər idi. Bölən, vuraq, natamam qismət, üstəcəl qalıq. İndi bu düsturu tətbiq eləyək verilən məsələyə. Deyir ki, ədədi 15-ə böldükdə. Burada onda 15 nə olur? Bölən. Bölən 15-dir. Baxın, siz də misalları yazarkən verilənləri yazsınız, daha rahat olar. Başa düşməyiniz də, məsələnin həllini görə bilməyiniz də daha rahat olar. Ona görə həmişə sizə verilənləri qeyd edin. Natamam qismət 4-dür. Qalıq isə 3-dür. İndi bizə deyir ki, bu ədədi tapın. Nəyi tapırıq? Yəni, bölünəni tapırıq. Bölünən nə olacaq onda? B ilə işarə eləsəm, deməli, 15-i vuracam 4-ə, üstünə də gələcəm 3-ün. 15-i 4-ə vuranda eləyəcək 60, 60-ın da üstünə 3 gələndə olacaq 63. Yəni, cavab oldu 63.